Salam uşaqlar, bugünkü izahımız 8-ci sinif iş dəftərindən Arximed qüvvəsi olacaq. Baxaq ilk sualımıza. Deməli, maye və qaza batırıldıqda cismə təsir edən yuxarıya yönəlmiş qüvvə Arximed qüvvəsi adlanır və Arximed qüvvəsi hansı kəmiyyətlərdən asılıdır? Arximed qüvvəsi rho maye, J və batan hissənin həcmindən, yəni hansı cismə batıb həmin cismin sıxlığından, sərbəst düşmə tərzində və batan hissənin həcmindən asılıdır. İkinci sualımıza baxırıq. Mars səthində NASA tərəfindən göndərilmiş Sojourner zondu fəaliyyət göstərir. Zonda yer kürəsində sınaqlar zamanı yer atmosferi tərəfindən təsir edən Arximed qüvvəsini, Marsın səthində olarkən təsir edən Arximed qüvvəsindən neçə dəfə böyük olduğunu deyək. Deməli, biz Arximed qüvvələrini müqayisə etməliyik. Arximed qüvvələri dedik ki, mayenin sıxlığından, sərbəst düşmə tərindən və batan hissənin həcmindən. Yəni, burada eyni cisimdən söhbət gedirsə, bu V-ni nəzərə almırıq. Hər iki halda Mars üçün də, yer üçün də Arximed qüvvəsini onda hesablayırıq. Deməli, dedik ki, Arximed qüvvəsini sadəcə bunların hasilləri şəklində qəbul edək. Yer üçün yazıram. Bu zaman yerin sərbəst düşmə təcili vurulsun. Yerdə olan sıxlıq 1,2. Bu da bərabərdir. Deməli, bu edir 11,76. Digəri Mars üçün götürək. Arximed qüvvəsini Mars üçün qəbul edək. Deməli, Marsda sərbəst düşmə təcili 3,7 vuraq 0,2. Bu da bərabər edir 0,74 Newton. Və bizə bir neçə dəfə böyük olduğunu soruşur, yəni nisbətini soruşur. Bu zaman yerdə olanı, Marsda olan Arximed nisbətini tapsaq, bu dedir, yerdə olan 11,76, 0,74. Bu da uşaqlar təqribi olaraq 160 dəfə edir. 158,9, bunu da onluq qədər yuvaraqlaşdırsaq, edir 160 dəfə böyük olur. Gəldik üçüncü suala. Yük gəmilərin üzərinə plimsoll xətlərinin göstərən sxem çəkilir. Xətlərin məqsədi gəminin alt hissəsinin dəniz döşəməsinə dəyməsinin qarşısını almaqdır. Gəmi yükləndikcə yükün miqdarına görə onun daha çox hissəsi suya batır. Su səviyyəsinin hansı xəttin üzərində olmasına əsasən gəminin daşıyacağı maksimum yük müəyyən edilir. Gəminin batmayıb suyun səthində qalması üçün ona təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabər olmalıdır. Şəklə əsasən aşağıdakı suallara cavab verin. Suyun səviyyəsi S xəttindədir, üzərindədir. Gəmiyə yük əlavə etdikdə su səviyyəsi hansı xəttin üzərində olar? Deməli, gəmiyə yük əlavə etdikdə gəminin yükü artır. Yəni, ağırlıq qüvvəsi artır, gəmi daha çox batmağa başlayır. Əvvəlcə C xəttinə batırdısa, indi T xəttinə qədər batar. Yəni, su səviyyəsi artır. İlk sualımızın cavabı 3. Sonra deyir, gəmi yük boşaltmadan və ya yük əlavə etmədən şirin sulu göldən suyu duzlu olan dənizə keçdikdə su səviyyəsi hansı xətlər arasında ola bilər? Yəni, dedik, Arximed qüvvəsi sıxlıqdan, sərbəst düşmə təzilən və batan hissənin həcmindən. Bizə indi sıxlığı fərqlidir. Deyir, şirin suludan duzlu suya, yəni sıxlığı artırır. Sıxlığı artıranda bizim Arximed qüvvəmiz də artır. Arximed qüvvəsi nə idi? İtələyici. Gəmini yuxarı qaldıran qüvvə artırsa, gəmi suyun üzərinə çıxmağa çalışar. Yəni, su səviyyəsini bu S xəttindən daha aşağıda bir xəttə gəlib dayanar. Bu da edər. Cavablara baxsaq, cavablarda elə baxaq. Deməli, cavablarda C və W xətti üzərində. Yəni, daha yuxarı doğru qalxar. Gələk 4-cü sualımıza. Şəkildəki kimi tamamən suya batırılmış basketbol topunun kütləsi 0,6 kiloqram, həcmi 250 cm kubdur. 250-ni çevirək cm kubdur. Metr kubuna çevirsək olur
250 vurulsun 10 üstü -6 metr kubu. Top sükunətdədirsə, qüvvə diaqramını çəkərək ona təsir edən ağırlıq qüvvəsinin, Arximed qüvvəsinin və əl tərəfindən təsir edən qüvvənin istiqamətini göstərin. Topa şəkildəki əl tərəfindən təsir edən qüvvənin qiymətini hesablayın. Topa şəkildəki əl tərəfindən təsir edən. Uşaqlar, burada diaqramını çəkək, lakin diaqramını çəkəndə bizə topa əl tərəfindən təsir ediləni bizə əksinə götürürlər, əksinə qəbul ediblər. İndi qoy bir dəqiqə hesablamalar nəticəsində görəcəksiniz bunu ki, yəni bu səhvlik olur burada. Ağırlıq qüvvəsi cismin mərkəzindən yerin mərkəzinə doğru, itələyici qüvvə yuxarıya doğru Arximed qüvvəsi, maye tərəfindən itələyinin Arximed qüvvəsi və əl burada topu aşağıya doğru itələyir. Bax, burada bu itələyici qüvvədir bunun. İtələyici qüvvədir. İtələyici qüvvə. Lakin biz hesablamalar nəticəsində müşahidə edəcəksiniz ki, bunu bu nədir belə yazdı? Bu itələyici qüvvə, bu aşağı yox, bunu yuxarı qəbul ediblər. Yuxarı qəbul ediblər. İndi gəlin hesablamalarımıza baxaq. Görək bizə nə deyirdi? Deyir kütləsi 0,6. Onda bunun ağırlığı olur 6 Newton. Biz Arximed qüvvəsini tapaq. Arximed qüvvəsi Rho maye J və batandır. Rho maye 1000. Uşaqlar, burada santimetr yox, metr kvadrat kub olmalıdır. Olur 1000. Vurulsun. J'mizi verib 9,8. Vurulsun. Dedik ki, həcmimiz 250. Vurulsun 10 üstü -6. Bu da bərabərdir. Bu da bərabərdir uşaqlar. 2,45 Newtona. Mən diqqətsizlik elədim. Bunu 6 Newton yazdım. Axı sərbəst düşmə təcilimiz bizə. Sərbəst düşmə təcilimiz var. Bizi 10 yox, 9,8 verib. Onda ağırlıq qüvvəsində gəlin buradan hesablayın. 9,8 vurulsun 0,6. Bu dedər, deməli 5,88 Newton. Yəni buradan aşağıya doğru 5,88 Newtondur. Deməli Arximedi də tapdıq 2,45 Newton. Bax, bu zaman uşaqlar, az öncə dediyim kimi, yəni biz sükunətdə deyirsə, sükunətdə nə zaman olur? Yuxarı olan qüvvələrin aşağı olan qüvvələr bərabərdir. Biz bunu aşağı qəbul etsək, bu ikisinin cəmi bunu verməlidir. Amma elə bir hal mümkün olmadığına görə biz bunu yuxarı qəbul edirik. Onda deyirik ki, 5 tam itələyici qüvvə bərabərdir. 5,88 çıxılsın 2,45 Newton. Bu deyilir o zaman itələyici qüvvə bərabərdir 3,43 Newton. Bu qədər. Gələk 5-ci sualımıza. Kütləsi orta hesabla 100 ton olan mavi balina üfüqi istiqamətdə sabit sürətlə üzür. Dəniz suyunun sıxlığı 1030 olarsa, mavi balinanın ortalama həcmini tapın. Sabit sürətlə üzürsə, yəni qüvvələr bir-birinə bərabərdir. Mən burada həcmi tapsam, yəni burada suyun sıxlığı verib, balinanın sıxlığı verməyib, ona görə gəlin belə eləyək. Biz deyirik ki, sabit sürətlə üzürsə, onda ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabər olur. Arximed ağırlığa bərabər olur. Biz Arximedi nə dedik? Mayenin sıxlığı J və batan hissənin həcmi bərabərdir. Ağırlığa isə mj yazaram. Mj-ni yerinə də bu balinadan söhbət edirəmsə, onda yazaram. Balinanın sıxlığı m bərabərdir rho-v. Balinanın sıxlığı vurulsun, balinanın həcmi vurulsun J-yə. Biz buradan nəyi soruşur? Həcmini soruşur.
ortalama həcmini soruşur. Biz buradan bunu, baxın uşaqlar, bir dəqiqə. Elə bunu uşaqlar kütləsini verib biz bunu ağırlığını tapa bilərik. Ağırlığını tapsaq bu zaman olur 1100 vurulsun minimiz də tonumuz da 10 üstü 3 vurulsun 10. Yəni 3, 4, 5, 6, 10 üstü 6. Sonra bizdən nəyi soruşurdu? Bizdən bax bu J ilə sıxlığımızı soruşur. Sıxlığımız bərabər. Buradan həcmini soruşur. Yəni həcmdə balinanın həcmindən söhbət olunur. Bu zaman həcm bərabərdir. Yanındakılar məxrəcə düşür. Roma, J və yuxarıda 10 üstü 6. Bunu hesablayaq. Deməli, həcm bərabər. Sürətdə 10 üstü 6. Məxrəcdə mayenin sıxlığını verib 1030. Vurulsun. J'miz də 10. Deməli, bunu da hesablayaq. Burada 0-ın biri ilə bunun biri gedər. Burada qalar 10 üstü 5. Yəni, bir dalında 100.000 düzümü yazdım. Bölünsün 1030. Uşaqlar, bu da təqribi olaraq 97 metr kubu verir. Cavab 97 metr kubu. 6-cı suala baxaq. 6-cı sualda maraqlı sualdır. Su qayıqlarından söhbət edilir. Sualtı qayıqlar böyük həcmli su çənləri və güclü su nasosları ilə təchiz olunmuşdur. Nasoslar bu çənlərə su doldura və ya çəndəki suyu dənizə boşalda bilir. Dənizin dərinliklərinə enmək və suyun səthinə qalmaq üçün sualtı qayıqları, su nasosları və çənlərdən necə istifadə etdiyini izah edir. Uşaqlar, izah et. Deməli, birinci kütləni artırmaq. Yəni, baxın, bunun içərisinə ikinci şəkilə baxaq birinci. Nasos vasitəsilə bu kənarlara su doldurulur. Kənarlara su dolanda bu gəminin kütləsi artır. Yəni, ağırlıq qüvvəsi artır. Ağırlıq qüvvəsi də artanda, qısaca olaraq desək, Arximed qüvvəsi azalır. Yəni, ümumi orta sıxlıq suyun sıxlığından böyük olur. Arximed qüvvəsi azalır və beləliklə həmin o sualtı qayıq suyun altına enməyə başlayır. Əksinə isə suyu çıxartdıqda onun kütləsi azalır, yəni bu zaman Arximed artır və beləliklə qayıq suyun üzərinə qalxmış olur. Gəlirik ümumiləşdirici tapşırıqlara. Bərk cismin oturacaqda yaratdığı təzyiq necə hesablanır? Bərk cisimlərin təzyiqi P hərfi ilə işarə olunur. Təsir qüvvəsinin səthin sahəsinə olan nisbəti şəkildə hesablanır. Cismin kütləsini 3 dəfə azaltdıqda, yazaq. Cismin kütləsini 3 dəfə azaltdıqda, yəni ikinci kütləni birinci kütlədən 3 dəfə azaltdıqda, onun oturacağının sahəsini necə dəyişmək lazımdır ki, təzyiq dəyişməsin. Təzyiqimizi deyir dəyişmə. Sahəni necə dəyişmək lazımdır? Təzyiq bərabərdir. Qüvvə bölünsün sahə idi. Qüvvənin də yerinə mj yazsaq, görərik ki, yəni P-ləri dəyişmirsə, onda belə yaza bilərikmi ki, M1 bölünsün S1 bərabərdir M2 bölünsün S2. Yəni, təzyiqlər dəyişməsin deyir. Təzyiqləri bir-birinə bərabər elədir. J'lər də böyürlərində var, islah gedir, ixtisar gedir. Aldıq bu nisbəti. İndi bu nisbəti yazaq. M1-imizin yerinə, uşaqlar, bax, burada M1-imizin yerinə 3 dəfə azaltdıqda deyirdi. M1-imizin yerinə burada M1-i tapsaq, edirmi 3M2? Aparaq birincidə, burada M1-in yerinə 3M2 qoyaq. 3M2 bölünsün S1 bərabərdir. M2 bölünsün S2. M2-lər hər tərəfdən ixtisar gedir. Bunları çarpaz vursaq alırıq nə? S2-ni tapaq da necə dəyişdiyini soruşur. S2 bərabərdir.
S1 bölünsün 3. Yəni sahəni 3 dəfə azaltmaq lazımdır. Oturacağının sahəsini 3 dəfə azaltmaq lazımdır. Göldəki suyun dərinliyi 15 metrdir. Gölün dibində 5 metr hündürlükdə hidrostatik təzyiqlə atmosfer təzyiqinin cəmini hesabla. Suyun sıxlığı və atmosfer təzyiqi bu qədərdir. Nə deyir bizə? Gölün dərinliyi 15 metrdir. Gölün dibindən 5 metr hündürlükdəki. Baxaq, şəkili bir dənə çəkməyə çalışaq. Bu gölümüz olsun. Gözəl çəkdik. Bir dənə belə bir gölümüz olsun. Bunun ümumi hündürlüyü 15 metrdir. Lakin bizə deyir, gölün dibindən 5 metr yüksəklikdə. Məsəl üçün, burada 5 metr qəbul edək. Bax, deyək ki, bu səviyyədə. Buradakı nöqtənin, deyək, təzyiqini soruşur. Eyni zamanda buna bir atmosfer təzyiqi də var və burada suyun yaratdığı bir hidrostatik təzyiq də var. Bizə nə soruşur bir dəqiqə? Hidrostatik təzyiqlə atmosfer təzyiqinin cəmini soruşur. İlk öncə hidrostatik təzyiqi tapaq. Hidrostatik təzyiq rho maye J rho GH bərabərdir. Burada mayenin sıxlığı 1000. Bunu maye yazmayayım. Hər hansı bir cisim ola bilər, su ola bilər. Ona görə rho GH. J'miz qəbul edirik 10. Vurulsun. Hündürlüyümüz uşaqlar. Bax, suyun bu nöqtənin üzərindən nə qədər hündürlükdə su var onu qəbul edərəm. Yəni bu ümumilikdə 15-dir. 5 aşağıda qalıbsa deməli yuxarıda qalan 10 metrdir. Vurulsun 10 metr. Bərabərdir. Bunu mega ilə yazıblar. Bir dəqiqə baxaq. 1, 2, 3, 4, 5. Yəni 0,1 megapaskal yaza bilərəm. Mega 10 üstü 6 deməkdir. Yəni 0,1-i 10 üstü 6-ya vuranda bax buradakı rəqəmidir. Və bizə bunu cəmini soruşurdu. Yəni buradakı təzyiqi soruşurdu. Burada ümumilikdəki təzyiq bərabərdir. Buradakı atmosfer təzyiqi üzərinə gəlsin, tapdığım hidrostatik təzyiq. Atmosfer təzyiqini də elə 0,1 megapaskal üzərinə gəlsin, tapdığımız da 0,1. Deməli cavab 0,2 megapaskala bərabərdir. Gələk 4-cü sualımıza. Çəndəki su oturacaqdakı yaratdığı hidrostatik təzyiqin suyun dərinlikdən asılı qrafiki qurum. Dedik, hidrostatik təzyiq rho GH-dır. Yəni hidrostatik təzyiq mayenin hündürlüyü ilə düz asılıdır. Bu zaman qrafikimizə baxsaq, deyərik ki, düz asılıdır. Təzyiqin hündürlükdən asılılığı düz asılıdır. Gələk 5-ci sualımıza. Şəkildə təsvir olunmuş qabdakı suyun M və M nöqtələrindəki hidrostatik təzyiqlər eynidir. Bunun səbəbini izah edin. Uşaqlar, hidrostatik təzyiq mayenin qabın formasından asılı deyil. Yalnızca dərinlikdən, hündürlükdən asılıdır. Yəni, bunlar eyni hündürlükdədir, eyni dərinlikdədir deyə, M və N nöqtələri eyni dərinlikdədir deyə, bunların hidrostatik təzyiqləri bir-birinə bərabərdir. Belə deyək də, bir bina olsun, bina liftlə də çıxsaq 5-ci mərtəbəyə, pilləkənlə çıxsaq 5-ci mərtəbəyə, yəni hündürlüklə eynidir. Bizim hansı formada çıxmağımızdan asılı olmayaraq, hündürlüyümüz eynidir. Burada da yəni qabın formasından asılı deyil. Eyni hündürlüklü, iki müxtəlif sıxlıqlı mayenin hidrostatik təzyiqinin səthdən olan məsafədən asılı qrafiki qurulmuşdur. Qrafikə əsasən sıxlığı, mayenin sıxlığının böyük olduğunu, hansı mayenin sıxlığının böyük olduğunu, 1 yoxsa 2. Diqqətli qulaq asaq, əvvəlcə sıxlığın düsturunu, təzyiqin düsturunu yazaq. Rho GH bizə nə deyir? Bizə deyir ki, sıxlığı. Buradan rho-nu tapsaq, GH düşür məxrəcə, P qalır yuxarıda. Uşaqlar, yuxarının aşağıya nisbəti, baxın, yuxarıdakı kəmiyyətin aşağıdakı kəmiyyətə nisbəti yadımızda saxlayaq ki, tangens alfaya bərabərdir. Tangens alfada da
Bucaq böyük olanda qiyməti də böyük olur. Baxaq diqqətli. Bu birinci bucaq, bu da ikincinin yaratdığı bucaq. Bizə nəyi soruşur? Böyüyü soruşur. Hansının bucağı daha böyükdür? Çünki düz aslıdır bu. Tangens alfa ilə düz aslı oldu. Deməli, ikincinin bucağı daha böyükdür. Təkrar edirəm. Əgər hansı bir düstur şəklində, bizə nisbət şəklində yuxarının aşağıya düsturda olduğu kimi yuxarının aşağıyadırsa, bu zaman tangens alfaya bərabərdir. Yox, əgər mən olar ki, düsturda bunun əksini taparam. Yəni, h bölünsün p şəklində taparam. Bu zaman kotangens alfaya bərabər olur. Kotangens alfada da bucaq artdıqca qiymət azalır. Yəni, burada 1 böyük olardı. Əgər kotangens olsaydı. Gəlirik 7-ci suala baxaq. Elastik yaya bağlanmış cisim maye daxilində sükunətdədir. Ona təsir edən ağırlıq qüvvəsi elastiklik qüvvəsi ilə Arximed qüvvəsinin cəminə bərabərdir. Həmin cisim qabın dibində niyə təzyiq yaratmadığını izah et. Uşaqlar, qüvvələrin diaqramını göstərək. Nə dedik? Dedik bu cisimə ağırlıq təsir edir və yay tərəfindən yay uzanır, əksinə bir elastiklik qüvvəsi və eyni zamanda bu cisimə maye tərəfindən bir Arximed qüvvəsi təsir edir və bizə deyir ki, ağırlıq qüvvəsi elastiklik qüvvəsi ilə Arximed qüvvəsinin cəminə bərabərdir. Bu zaman bu iki qüvvələrin cəmi bura bərabərdirsə, deməli, aşağıya bir təsir qüvvəsi yoxdur, sıfıra bərabərdir. Ona görə bu təzyiq yarada bilməz. Bu cisim, yəni bu qabın dibinə heç bir təzyiq göstərmir. Heç bir təzyiq qüvvəsi göstərmədiyindən mənim edəcəyim təzyiq də yaratmaz. Çünki təzyiq burada alınmır. Yəni, ikisi bir-birinə, yuxarı və aşağı bir-birinə bərabər olduğundan, aşağıya bir təzyiq qüvvəsi olmadığından buna deyirik, bu cisim təzyiq qüvvəsi yaratmır. Yük gəmisi düzbucaqlı prizma formasındadır. Gəminin uzunluğu 150 metr, eni 30 metrdir. Onun alt hissəsi su səthindən 5 metr dərinlikdə olarsa, gəminin yüklə birlikdə kütləsini hesablayın. Uşaqlar, burada gəmi deməli üzür. Gəmi üzürsə, onda deyirik ki, gəminin çəkisi sıxışdırdığı suyun çəkisinə bərabərdir. Gəlin görək gəmi suya batan hissəsinin həcmi nə qədərdir? İlk öncə onu da hesablamalıyıq. Deməli, yazırıq. V bərabərdir. Suya batan hissəsinin həcmi eyni uzunu və hündürlüyü verib bir-birinə. Yazırıq 150 vurulsun 30 vurulsun 5 bərabərdir. Bu da deməli edir 22.500 kub metr. Bu qədər, yəni suyu sıxışdırıb çıxardıb. Suyun kütləsi də gəminin kütləsinə bərabərdir. Çünki gəminin kütləsi sıxışdırıb çıxartdığı suyun həcminə bərabər idi. Gəminin çəkisi sıxışdırıb çıxartdığı suyun həcminə bərabərdir. Bu zaman bunun kütləsini də tapsaq, M bərabərdir ρV-dən. Deməli, dedik ki, sıxlığı 1000 vurulsun, həcmimizi də tapmışdıq 22.500. Bu da bərabərdir. Deməli, gəlin elə belə yazım. 22 dalında 3, 4, 5 dənə 0. 2, 3, 4, 5 nə? Kiloqram. Deməli, gəminin ümumilikdəki kütləsi neçə elədi uşaqlar? Bir dəqiqə qoy baxım. Diqqətli. 22.500.000 kiloqram etdi. 22.500.000 kiloqram. Yəni, belə deyim də, üzən cismin kütləsi sıxışdırıb çıxarılan suyun kütləsinə bərabərdir. Gələk. Tilin uzunluğu 4 cm olan kub
formalı plasmas cisim yarıya qədər suya batıb. Cismin hazırlandığı maddənin sıxlığını müəyyən edin. Baxaq. Uşaqlar, ilk öncə gəlin bu cismin ümumilikdəki həcmini tapaq. Həcm bərabərdir. Deyir, tili 4 santimetrdirsə, həcmi də kub şəklində olduğundan bu edir 64 santimetrin kubu. Bunu da metr kubuna çevirsək, yəni 10 üstü mənfi 6-ya vurmalıyıq. 64 vurulsun 10 üstü mənfi 6 metr kubu. Bizə nə deyir? Suya batıb sadəcə olaraq bu şəkildə dayanıb. Dayanıbsa bunun ağırlığı Arximedinə bərabərdir. İndi yazıram. Ağırlıq bərabərdir. Arximedin yerinə yazıram. Rho maye J və batan hissənin həcmi. Uşaqlar, batan hissənin həcmini qoy bu şəkildə yazın. Batan hissənin həcmi. Çünki yarısı batıb. Buradakı mənim kütləm olmadığından kütlənin yerinə M bərabərdir rho V yazıram. Rho V və bütün cismin həcmindən söhbət edirəm. Deməli, M-in yerinə yazıram. Rho cisim V cisim J bərabərdir rho maye J və V batan. İndi hər tərəfdən J-lər ixtisar gedir. Bizə nəyi soruşur? Hazırlanmış maddənin sıxlığı, yəni bu cismin sıxlığını soruşur. Buradan cismin sıxlığı həcm yazıram. Cismin sıxlığı bərabərdir. Yanındakılar məxrəcə, yəni V cisim məxrəcə. V cisim ümumilikdə bu cisim neçə idi? 64 vurulsun. Onsuz da uşaqlar metr kubları ixtisar gedir. Heç bunu çevirməsək də olar. 64. 64. Yuxarıda isə qalır. Rho maye, yəni 1000 vurulsun batan hissənin həcmi. Batan hissə bu 64 ümumi yarısı batıb 32. Bununla da bu gedər. Burada qalar 2. 1000-i də 2-yə böləndə. Deməli, cismin sıxlığı 500 kiloqram bölünsün kub metrə bərabərdir. Nə etdi? Biz tarazlıq şərtindən istifadə edərək ağırlıq qüvvəsini Arximed qüvvəsinə bərabər etdik. Burada ağırlıq qüvvəsinin kütlənin yerinə rho cisim V cisim yazdıq. Və beləliklə belə bir hal gəldi. Buradan J-lər ixtisar olundu. Rho cismi tapdıq. Cavab 500 kiloqram bölünsün kub metr. Uşaqlar, bura bir neçə misal göstərmək olar. Məsəl üçün, kranları, qaldırıcı kranları, hidravlik maşını və yaxud da elə kitabımızda, dərsliyimizdə var. Ağır avtomobilləri qaldırmaq üçün hidravlik maşınlardan istifadə edirlər. Avtomobillərin əyləc sistemi də hidravlik maşınların iş prinsipinə əsaslanır. Keçək 11-ci sualımıza. Hidrostatik təzyiqinin maye sütununun hündürlüyündən asılı qrafiki verilib. Qrafikə əsasən H1 hündürlüyünü və mayenin sıxlığını müəyyən edin. Baxaq sualımıza. Uşaqlar, əgər təzyiq P bərabərdir rho GH, əgər təzyiqimiz hündürlükdən düz asılırsa, deməli bu kəmiyyətlər sabitdir. Deməli bu zaman bizim sıxlığımız sabitdir. Yəni burada 5 metr hündürlükdəki mən sıxlığı tapsam, elə o H1 hündürlüyündəki sıxlığa bərabərdir. Gəlin ilk öncə sıxlığımızı tapaq. Dedik ki, burada sıxlığı tapmaq üçün sıxlıq bərabərdir GH, sürətdə isə P. P'miz 60 bölünsün. Hündürlüyümüz 5, ona da vuraq. Bu da bərabər eləyir. Gəlin elə ona vurmayaq, sadəcə nisbətlərini soruşur bizdən. Elə J-ni qəbul eləməyək, 5 yazaq. 5, bu da edər cavab 12. Deməli, buradakı bizim sıxlığımız da 12-yə bərabər olmalıdır. Yəni, yuxarının aşağıya nisbəti mənə verməlidir. Bir dəqiqə, yenə yazıram. Rho bərabərdir. Aşıydı. 24 bölünsün H1 bərabərdir 12 olmalıdır. Deməli bu zaman H1'imiz bizə verir 2-ni.
Nə dedik? Sıxlığı soruşurdu. Sıxlığı tapdıq 12 və hündürlüyü isə 2 metr. M nöqtəsində suyun təzyiqi M nöqtəsindəki suyun təzyiqi 80 paskaldır. H hündürlüyünü tapın. Suyun sıxlığı 1000-dir. M nöqtəsindəki suyun təzyiqi verirsə, deməli bax ilk öncə bax bu hündürlüyü tapa bilərik. Yazırıq. Təzyiq bərabərdir rho GH və burada M nöqtəsi üçün bizə verir 80 paskal. Suyun sıxlığı bizə verib 1000. J'miz 10. H-ımızı bilmirəm, bərabərdir 80. Buradan deməli olur 1000H, yəni H bərabərdir. Deməli 1000-də 8, yəni 0,008 metr. O da bərabərdir. Bunu uşaqlar, bu niyə belə rəqəmlər alınır ki? Bu da kilopaskaldır, megapaskaldır. Böyük ehtimal 8 alınmalıdır. 0,8 olardı. 1000-də 8 yox. Hesablamamı səhv eləmişəm. Yox, hesablama səhv etməmişəm. Yəqin bu 800 paskal olar, 800. Bu deliyər, uşaqlar. Yəqin böyük ehtimal səhvlik var, mən səhv eləmirəm. Bu edər 0,8 metr. Bu edər 8 santimetr. Yəni burası 8 santimetrdirsə, bizdə onda H-ı soruşurdu. H da bərabərdir 24 santimetr çıxılsın 8 santimetr. Bu deyir 16 santimetr. Böyük ehtimal bu 8 yox 800 paskal olmalıdır ki cavab alınsın. Gəldik 13-cü şəklə. Şəkildə təsvir olunmuş birləşmiş qabda H1 hündürlüyü 5 santimetr olarsa H2 hündürlüyünü tapın. Biz bunu tapmaq üçün birləşmiş qablarda eyni səviyyədə təzyiqlərin bərabərliyindən baxarıq. Yəni buradakı təzyiqlə, buradakı təzyiq bir-birinə bərabərdir. Yazıram. Təzyiqlərin bərabərliyindən P1 bərabərdir P2-yə. Birinci halda gəlin baxaq kerosinə. Kerosinin hündürlüyü, H1-in hündürlüyü deyirdi 5 cm. Yazıram. Rho GH-dan. Sıxlığı kerosinin sıxlığı 800. Rho J'miz. Rho J. H-ımız ise 5. Bərabərdir. Suyun sıxlığı burada artıq maye sudur. Suyun sıxlığı 1000. Vurulsun J'miz 10. H-ımızı bilmirik, elə H-ımızı soruşur. Buradan baxaq. 3 sıfırla 3 sıfır gedər. Qaldı nə? Bununla da bu geçsin. Burada qalsın 2. Bu zaman H2'miz bərabərdir 4 santimetre. Yəni bunun da hündürlüyü 4 santimetrdir. Bu isə 5 santimetr. Neynədik? Birləşmiş qablarda təzyiqlərin bərabərliyindən istifadə etdik. 14-cü şəklə baxaq. Nəhayət sonuncu. Nə deyir bizə? 14-cü şəkil. Deməli, şəkildə təsvir olunmuş birləşmiş qabın bir hissəsində qaz, digər hissəsində civə vardır. Atmosfer təzyiqi, yəni baxın açıq səthi atmosfer təzyiqi var burada. Atmosfer təzyiqi 0,1 megapaskal, civənin sıxlığı 13600 kiloqramdır. Hündürlüyü 25 santim olarsa qazın təzyiqini hesablayın. Uşaqlar, baxın, buradakı təzyiqlər yenə birləşmiş qablar olduğundan təzyiqlər bir-birinə bərabərdir. Buradakı təzyiq həm burada mayenin
yaratdığı təzyiqdir. Civənin yaratdığı təzyiqdir burada. Həm də bir də atmosfer təzyiqi. Buradakı təzyiq, buradakı qazın yaratdığı təzyiqə bərabərdir. Yəni bizə qazın təzyiqini soruşur. Onda yazaram qazın təzyiqi bərabərdir. Civənin yaratdığı təzyiqlə atmosfer təzyiqinə bərabərdir. Bir tapaq. Deməli bizə bunun da hündürlüyünü 21 sm vermişdir. Metrə də çevirək 0,25 metr. Deməli, ilk öncə təzyiqi, civənin yaratdığı təzyiqi tapaq. Rho JH-dan yazaram. Civənin sıxlığı 13600. J'mizi 10 qəbul edək. H-ımız isə %25. 2 sıfırlar gedər. Bunu da bir-birinə vuraq. Uşaqlar, bu dedir 34.000 paskala. Bizə nə deyirdi? Ümumilikdə qazın təzyiqini soruşurdu. Bu zamanda dedik atmosfer təzyiqi də yuxarıdan olduğundan atmosfer təzyiqində bunun üzərinə gəlməliyik. Qazın təzyiqi bərabərdir. Bunu mega ilə verib uşaqlar. Gəlin bunu da milli kiloya çevirək. Bax bu eləsin 34 kilopaskal. Bunu da kiloya çevirmək üçün deməli minini vuraq. Mini vuranda 0,1'i minə vuranda eləyir 100 kilopaskal. Üzərinə gəlinsin 34 kilopaskala. Bu da edir qazın təzyiqi bərabərdir 134 kilopaskal. Nə etdik? Yenə birləşmiş qablardan eyni səviyyədə olanları bir-birinə bərabərləşdirdik. Burada ancaq, diqqətli olaq, burada ancaq qazın təzyiqi var. Burada isə eyni səviyyədə olduğundan həm buradakı H hündürlükdə olan civənin sıxlığı, civənin təzyiqi, həm də atmosfer təzyiqi var. Bu ikisinin cəmi buradakı qazın yaratdığı təzyiqə bərabərdir. Bu qədər bugünlük uşaqlar. Sağ olun, hələlik.